Deməli, iki dövlət qurumu at oynadır. Tapdalanansa bizim uşaqlardır. Təhsil Nazirliyi və İmtahan Komissiyası bir araya gələ bilmir. Niyəsə bir stol alaq verək ki, oturasınız, nəyəsə müzakirə edəsiniz. Birimizin dediyi tədrisi digəri suala salsın. Niyə mənim uşağım hansısa ölkənin olimpiyadasında olan suala cavab verməlidir? Niyə xarici imtahanlara düşən suallar olmalıdır? Bu bəyənmədiyiniz təhsil ekspertləri səhv deyirsə, birbaşlı papaqlı çıxsın, soxsun bu uşaqların gözünə ki, bax, ay uşaq filan səhifədədir, filan kitabdadır, siz oxumamısınız. Ayıbdır, günahdır vallah. 2 gündür səhhətim imkan vermir ki, o qızı çəkmişəm, onu paylaşım. O uşağın günahı nə idi ki, gəlib evə qalxmayıb, blokun ağzında ağlayır. Niyə? Əzab əziyyətlə övlad böyütmüşük ki, siz onların belə taleyi ilə oynayasınız. Bu uşaqlar sabahın həkimləridir, sabahın müəllimləridir. Onları dövlətə qarşı belə aqresiya ilə böyütməyə sizin haqqınız çatmır. Vicdanınız olsun. Sadəcə vicdanınız olsun.